Ermənistan Silahlı Qüvvələri Ağdamın Mərzli, Xocavəndin Kurapatkina, Füzulinin Qaraxanbərli kəndləri, Goranboy ərazisindəki atsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəyiz mövqelərini avtomat və punyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə qarşı tərəf cavab atəşi ilə susturulub. Aynisin Qarabağ bürosu isə xəbər verir ki, bu gecə cəbhə xəttində ağır döyüşlər gedib. 5 saat davam edən ağır döyüşlərdə həm Ermənistan, həm də Azərbaycan tərəfinin itki verdiyi bildirilir. Qarşı tərəfin hücumunu dəf edərkən Azərbaycan ordusunun hərbiçisi Mübariz Ağakərimoğlu İbrahimov döyüş rəşadəti nümayiş etdirərək şəhid olub. Onun meyidi hal-hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazidədir. Allah rəhmət eləsin. Bu gecə Ermənistan ordusunun qüvvələri cəbhənin 4 istiqamətində mövqələrimizə doğru hücuma keçib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu düşmənin hücum cəhdinin qarşısını alan zaman qəhrəmanlıqla şəhid olub. Ümumilikdə qarşı tərəf cəbhə xəttində yerləşən 4 rayonun 7 kəndini 5 saata qədər atəş altında saxlayıb. Erməni ordusunun ilk hücum cəhdi Tərtərin Çaylı kəndi istiqamətində olub və düşmən həmləsinin qarşısını alan zaman Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi Əslən Biləsuvarlı Mübariz Ağakərimoğlu İbrahimov qəhrəmanlıqla şəhid olub. Səhər saat 6 radələrində isə Ağdamın işğal altındakı Yusifcanlı kəndindən Ağcabədi rayonunun yuxarı qiyamədinli Mirzə Haqverdilər kəndləri və həmin yaşayış məntəqələri ərazisindəki mövqelərimiz intensiv atəşə məruz qalıb. Güllələr kəndlərdəki evlərə və orta məktəb binasına dəyib. Düşən kimi mən məhtub qaldım. Bax, bir də aradan içinin biri dedi ki, bir pulən tapdım. Bax, bu yekəlində pul yedi. Baxan kim bildim teşekanıcıdır. Onu götürük sağladı, məlumat verdim, icra nümayəndə. Bu evdən zəh gəldi ki, bəs gəlib bizim evin üstünə nəsə düşüb. Dedim, əl vurmayayım, onlar hər zadı nəsə olar, gəldim. Gəlib baxdı, elə həmin mənzərə bizdə də. Evin üstündən deşib, lambirini, patalaq, çornu polu, dəmiri deşib, düşüb polun üstünə. Bura evi, hə. Orada idi, qohum vardı, 70 onun qapısına şəhid ailəsi idi. Orada lafın mənzərənin şahidi oldu. Elə nəsə gəlirdi, göydə partlayıb yanardı. Böyle bir mənzərənin şahidi oldu. Erməni ordusunun Azərbaycan ərazilərini intensiv atəş altında saxlaması rayonun icra orqanlarında da qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə zərurət yaradıb. Yerli sakinlərin arasında olmaq üçün Ağcabədi rayon icra hakimiyyətinin başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri kəndə gəlib. İcra hakimiyyəti başçısının müavini Rövşən Əhmədovun sözlərinə görə son illərdə ermənilər cəbhənin bu istiqamətində ən iri hücum əməliyyatını keçirib. Bu ərazidə daimi əhali narahatçılıq, silah atılır. Əhaldə müəyyən narahatçılıq yaradır. Eyni zamanda mal-qara tərəf olunur. Ancaq son illərdə, son vaxtlarda intensiv, bu dərəcədə intensiv atəşə tutulmamışdır. Erməni tərəfi əsasən uzun mənzilli iri çaplı pulemyotlardan atəş atıb. Buna görə də təmas xəttindən 3 kilometr aralıda yerləşməsinə baxmayaraq, yuxarı qiyamədinli kəndə 4 saatdan artıq intensiv atəşə məruz qalıb. Qeyd edək ki, eyni saatlarda Ağdamın Hacı Məmmədli, Orta Qərvənd və Goranboyun Tapqaraqoyunlu kəndləri də atəş altında saxlanılıb. Xoşbəxtlikdən hələlik yerli əhali arasında ölən və ya yaralanan yoxdur. İntensiv atışmalar günün birinci yarısından etibarən səngiməyə başlayıb. Hazırda cəbhə xəttində tək-tək silah səsləri eşidilməkdədir. Şahin Rzayev, Zaur Naibov, ANS Ağcabədi. Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə cəbhə xəttində baş verən döyüşlərdə 4 erməni hərbiçisi ölüb, 4-ü isə yaralanıb. Ermənistan prezidenti Serj Sarkisyan da atışma vaxtı ölən və yaralıların olduğunu bildirib və bunu Azərbaycan tərəfinin təxribatı kimi qələmə verib. Ermənistanın Xaricilər Naziri Edvard Nalbandyan da erməni tərəfinin ağır itkisi ilə nəticələnən döyüşə rəsmi Bakının təxribatı kimi izahat verib və Azərbaycan tərəfini bununla danışıqlar prosesini pozmağa cəhddə ittiham edib. Cəbhə xəttinə baş vermiş hadisə ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan tərəfində olan dəqiq məlumata görə ermənilər etiraf etdiklərindən daha çox itki veriblər. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik leytenant Eldar Sabiroğlu deyib ki, həqiqətən həmin istiqamətdə gecə saat 12 radələrində atışma baş verib və döyüş xeyli davam edib. Ümumiyyətlə, bu cür atışmalar son zamanlar tez-tez olur. Bu dəfə də erməni silahlı birləşmələri ağır itki verərək geri çəkiliblər. Bəyanatda o da qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətinə aparılan danışıqlardan yeniləşmiş Madrid prinsiplərindən qaçmaq üçün Ermənistan atəşkəs rejimini pozmaqla özünü təliyə saldı ki, bu da yalnız və yalnız onların növbəti təxribatı kimi qiymətləndirilməlidir. Ancaq bu yol deyil. Təcavüzkar Ermənistan bir dəfəlik başa düşməlidir ki, işğal etdikləri ərazilərdən dinc şəkildə geri çəkilməsə və yaxud hər hansı bu səpkili təxribatları əl atsa, daha ağır zərbələr ala bilər. Azərbaycan Silahlı Qüvvələrinin buna kifayət qədər imkanı var. Bəyanatda belə deyilir.
Cəbhə xəttində baş verənlərə Azərbaycanın Xarici Siyasət İdarəsinə münasibət bildirib. Xaricilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Polkov aynısa müsahibəsində bəyan edib ki, Dağlıq Qarabağ bölgəsində istənilən qarşıdurma göstərir ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı faktı ilə barışmayacaq. Belə bir faktlar bir də onu təsdiq edir ki, bugünkü gündə Ermənistan-Azərbaycan arasında çox ciddi və intensiv fazada olan münaqişədir, mövcuddur. Bu onu bir də təsdiq edir ki, Azərbaycan tərəfi heç vaxt razı olmaz ki, onun əraziləri işğal altında qalsın və işğalçılar tərəfindən nəzarət altında saxlanılsın. Həm də ki, belə bir hadisələr onu göstərir ki, bu münaqişə heç də dondurulmuş münaqişə formasında deyil. Yəni bunun gündəlik, onun intensiv fazada olmasının təsdiqi var. Cənab Nalbancanı belə bir hadisələrin nəticələri narahat edirsə də yaxşı olardı ki, Ermənistan tərəfi bugünkü gündə müzakirə mövzusu olan və danışıq masasında olan yeniləşdirilmiş Madrid prinsipləri qəbul edərək onun əsasında daha geniş və daha konkret sülh sazişinin üzərində işə başlayırlar.